Salam əziz izləyicilər. Bu videom güllərin dərmanlanmasına təbii vasitələrlə həsr edilib. Yəni sarımsaq və günəbaxan yağı. Zəhər deyil, kimyəvi maddə deyil. Bundan tək gülləri yox, hətta almaları da, narı da dərmanlayacağım. Dırnaq arası dərmanlama. Necə hazırlanmasını axırda başa salaram. Buna da vurun, nə bilim, bəlkə faydası oldu. Mənim yoxladığım hələ ki, dəqiq yoxladığım qızıl güldür. Deməli, onun çola vurdum, bir butağı saxladım, vurmadım 2 gün əvvəl. İndi yoxlayıram ki, baxıram hansı kolun hansı budaqlarına ki vurmuşdum, yumuşdum daha doğrusu. Çiliyib yumuşdum. Orada bax o tilə də deyirlər, şirnək də deyirlər. Ruslar tiliya deyir. O cücülərin ölüsü qalıbdır. Hansına vurmuşdumsa. Amma hansı ki sadəcə koldaydı, yaxındaydı. Ona iyisi filanı yayılıb, biraz da tozlanması yəqin yayılıb. Oradan yox olublar. Nə ölüsü qalıb, nə dirisi qalıb. Yoxa çıxıblar. Görə bilirsiniz püskürməni. Bax, bu narın püskürməklə kollara yarım narın püskürməklə vurmaq yaxşıdır. Qəşəng sarımsaq iyi gəlir. Ola bilsin ki, bu iyi ümumiyyətlə böyük bir ərazini əhatə eləyir. Qovur ziyan verici həşəratları. Ola bilsin, dəqiq bilmirəm. Amma qızıl güldə sınadım. Almalara da vururam. Bunun da nəticəsini sizə çatdıracağım, paylaşacağım. Nəticəsi nə oldu, necə oldu. Alma bilirsiniz də qurtlayır. Əgər bu onu qovursa o həşəratı, bir yaxşı effekt verəcək. Alma qurtlamayacaq. Hazırlanmasını da qızıl kolunun yanında deyərəm. Orada əslində 2 resept deyəcəm. Evdar qadınlar üçün daha faydalı olacaq. Həm ağac xilas eləmək xəstəlikdən, həm də sarımsağı necə qorumaq, qışa hazırlıq. Tədricən gedək qızıl kolunun yanına. Almadır. Bunun başqa xəstəliyi də var. Yox, mən sabah baxarım. Nədir bunun başqa? Bu da həşəratdır da. Bunlar da məhv olacaq. Bu iydə həşərat qalmaz. Bu da almadı. Yenə narın püskürməyə qoyun. Yox, narın püskürməliydi ki. O işə düşmədi. Nə baş verdi? Yox. Xarab oldu. Xarab oldu. Aha, ilişdi.
Yaxşı. Xarab oldu, oldu. Deyib başqasını götürərəm. Bura nə vurmuşdum? Bax, bu budağı saxlamışdım. Görün, görə bilirsinizmi? Bax, burada nə ölüsü var, nə dirisi. Burada ölülər yapışıb qalıb, bax, qara-qara. Görürsünüz? Ölülər yapışıb, o ölü həşəratlar qalıb. Amma bunlar ya qaçıb gediblər, ya yapışmayıb. O yağlı idi da, vurduğum çiləyə yağlı idi. Ola bilsin o yağa görə yapışıb qalıblar. Bu isə vurmamışdım, çiləməmişdim. Tozu ya qoxusu filanı bunları buradan qovubdu. Ona görə burada bax bu cürədir. İndi o resept nə idi? Deməli, sarımsağı təmizləyib, dişləyib, bir qaba yığıb üstünə günəbaxan yağı tökülür və sarımsaq qışa tədarük olunur da, qışa qalır. Sonra onu çıxardandan sonra yerdə qalır yağ. Günəbaxan yağı əslində o sarımsaq yağı da deyə bilərik. Sarımsağın da yağı çıxır o günəbaxan yağında. Olur sarımsaq yağı. Və onu götürüb çölə tökməyə ehtiyac yoxdur. Həmin yağı götürüb bax belə ağaclara çiləmək faydalıdır. İki faydası var bax bu reseptin. Belə. Bir də videolarımın birində sizə demişdim. Bitki yağı ilə ki xörək bişirilir, sonra o yağ artıq qalır qızartmada zadda. O yağı da ağacın gövdəsinə vuranda qarışqalar ta quruyana qədər çıxmırlar ağaca. Bax bunun bu bitki yağının bu xassəsi də var. İndi isə sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.